Belə bir 3 dairəli Venn diaqramı sualı paylaşmışdıq. Deməli, Səlma ana, Həmidə xala, bir də Qaytar ana borcunun şeirindəki ana. Bunlara aid bir Venn diaqramıdır və fikirlər verilib təbii ki. O fikirləri uyğunlaşdırmaq lazımdır Venn diaqramına. Baxaq. Oğlu nişanlıdır. Bu analardan hansının oğlu nişanlıdır? Səlma ananın oğlu Danpolad nişanlıdır. Səlma anaya aiddir. Həmidə xalanın oğlu Rüstəm də nişanlıdır. Amma ananın oğlu Əli Kərimin ana Qaytar ana borcunun şeirindəki o nişanlı deyil. Nişanlı olsaydı anasının xəbəri olardı yəqin ki. Və A-nın B-yə aiddir. A-nın B-nin kəsişməsi 5-dədir. 5-də yazıram A. Övladlarını sevir. Baxın, bunlar şəkilçisi nə qədər adamı yandırıb. İstər din imtahanlarında, istər MİQ imtahanlarında, istər sertifikasiya imtahanlarında. Deməli, Səlma ananın bir övladını görürük, ananın da bir övladını görürük. Yəni, onlar həmin o övladı sevir, amma övladlarını sevir deyə bilərikmi? Xeyr. Yəni, bir insanın övladı yoxdursa və yaxud da cəmi bir övladı varsa, biz ona deyə bilərikmi övladlarını sevir? Xeyr. Mən elə bir söz desəm, deyəcəksiniz ki, neçə övladı var ki, övladlarını deyirsiniz. Amma Həmidə xalanın 4 övladı var idi, onun üçün rahatlıqla bunu demək olar. Həmidə xala haradadır? 2-də. B-ni yazdım 2-yə. Oğlunu gözəllikdə Yusif Peyğəmbərə bənzədir. Yusif Peyğəmbərə bənzədən Səlma ana idi. Amma bir çox klassik nümunələri gördüyümüz kimi gözəllikdə yox, burada başqa xüsusiyyətinə görə bənzədir. Oğlum Yusif kimi həbsə düşmüşdü deyir. Demir, oğlum Yusif kimi gözəldir. C-ni heç yerə yaza bilmirəm. Övladının məktub gəlməməsindən narahat olur. Məktub söhbəti Səlmada idi, bir də anada. Hər ikisi əvvəl məktub alırdı, sonra məktub almadı və buna görə narahat olur. Deməli, A-nın C-nin kəsişməsi 4-dədir. D-ni yazıram 4-də. Əsəri oxuduqda ərinin öldüyü məlum olur. Baxın, Səlma ana üçün də bir çox tələbələr bunu seçdilər ki, hanıla bəs əri. Yəni, yoxdur da, ola bilsin ölüb, ola bilsin həbsə düşüb, ola bilsin atıb bunları gedib. Fərqi yoxdur, yəni bunun əhəmiyyəti yoxdur. Hər halda əsərdə bunun ölməyi verilməyib. Verilməyibsə, biz necə deyə bilərik ki, bunun əri ölüb? Əminliklə deyib, buraya yaza bilmərik yaxı. Siz təxmin yürüdə bilərsiniz, amma deyə bilməzsiniz ki, mən əsəri oxudum, orada gördüm ki, yazılıb ki, əri ölüb. Ona görə Səlma ananı çıxırıq burada. Qəzənfər ölmüşdür, bir də o birisi ana. Ərinin öldüyünü bildirmədi heç ona. Deməli, Həmidə ilə B-nin C-nin kəsiməsinə yazmalıyım. B-nin C-nin kəsiməsi 6-dır. E-ni yazdım 6-ya. Yuxularında Bakıya gedir. Bu, Əli Kərimin anasına aiddir. Ana şeirdəki anaya aiddir. Ana yuxularında tez-tez Bakıya getdi. Həmidə üçün belə bir şey yoxdur. Onlar onsuz da Bakıdaydılar. Səlma ana Dağıstanda idi. Onun üçün də elə bir şey yazılmır ki, yuxularında Bakıya gedir. Deməli, təkcə C-yə, yəni 3-ə gedir Ə. Düzgün cavabı oxuyuram. 2-yə gedir A, 2-yə gedir B, 3-ə gedir Ə, 4-ə gedir D, 6-ya gedir E. Kim bunların hamısını tam doğru yazıbsa, əksiksiz və artıqsız yazıbsa, deməli sualı düzgün cavablandırıb imtihanda o adamın qorxusu olmasın.